Bu təziyə günlərində, Məhərrəm ayında istərdim ki, Gəncəli şair Ağa İsmayıl Zəbihdən bir mərsiyə deyim. Təbii ki, şeir formasında onu çatdıracağım. Ağa İsmayıl Zəbih ömrünün bir hissəsini Təbrizdə keçirmişdi. Haqqa da Təbrizdə qovuşdu. Allah rəhmət eləsin. Bu mərsiyəni çox sevirdik. Çünki burada o qətliam səhnəsi deyil də, o qətliamdan sonraki mərhələ, Şamə gətirilməsi, Əhl-i Beytin ora çox belə mərzlumanə formada gətirilməsi, orada o xanım Zeynəbin əzadarlığı, yəni o ağrılı, yanğılı səhnədir və onların dilindən verib və çox da təsirli verib. Ona görə də bizə o süjet xətti olduqca maraqlı gəlirdi. Yəni o əsirlərin gətirilməsi, Şamə gətirib çıxarılması və bütövlükdə o haqqın ayaqlar altına alınması. Bax, bu səhnə qısa olaraq bu cür adlandırıla bilər. Haqqın batilin ayağına verilməsi idi və ona görə də bu o qədər təsirli idi. Biz uşaq vaxtı onu əzbər deyirdik. Ən populyar mərsiyələrdən biri idi. Avazım olmadığı üçün mən indi sizə onu şeir şəklində çatdıracağam. Ağa İsmayıl Zəbihin də ruhu şad olsun. Fəryad o zamandan ki, fəryad o zamandan ki, Şamə üsəra gəldi. Üsəra yəni əsirlər. Həm Zeynəb-ü həm Gülsüm, həm Zeynül İbad gəldi. Kim oldu şəhid əvvəl? Abbas-ı Ələmpərvər. Ondan sonra kim oldu? Şahzadə Əli Əkbər. Ondan sonra kim oldu? Qasım-ı Gülü Peykər. Ondan sonra kim oldu? Ləb təşnə Əli Əsxər. Kim oldu şəhid axır? Şahən şəhid biyavər. Şahən şəhid biyavər. Fəryad o zamandan ki, Şamə üsəra gəldi. Həm Zeynəb həm Gülsüm, həm Zeynül İbad gəldi. Hökm eylədim o şahə, bağlandı su yolları, göndərdi sudan ötrü Əbbas-ı Ələmdarı. Can verdi o ləb təşnə, düşdü yerə qolları. Bu dəmdə başı üstə şahi şühəda gəldi. Bu dəmdə başı üstə şahi şühəda gəldi. Fəryad o zamandan ki, Şamə üsəra gəldi. Həm Zeynəb həm Gülsüm, həm Zeynül İbad gəldi. Gül dəstəsi tək bağlı, övladı Əli bir-bir, üryan dəvə üstündə ta bəstə qolu zəncir, Şamə elədim daxil, qıldım fələyi dilgir, min dərdə zəbih ilə, Allah rəhmət eləsin. Bu əhli əza gəldi, min dərdə zəbih ilə, bu əhli əza gəldi. Fəryad o zamandan ki, Şamə üsəra gəldi. Həm Zeynəb həm Gülsüm, həm Zeynül İbad gəldi. Fəryad o zamandan ki, Şamə üsəra gəldi. Həm Zeynəb həm Gülsüm, həm Zeynül İbad gəldi. Allah əcr versin.